Herkese salam. Növbəti faydalı videoma hoş gelmesiniz. Vergi organlarında saatlarla növbədə gözləmək, vaxt itirmək və plansız növbə sıraları. Razılaşın ki, bu mənzərə heç kimə xoş gəlmir. Və sizə desəm ki, vergi idarəsinə getmədən cəmi bir neçə dəqiqə ərzində öz onlayn növbənizi tamamilə pulsuz və növbəsiz götürə bilərsiniz. Bəli, bu mümkündür. Bu videomda biz rəsmi dövlət platforması olan new-etaxes.gov.az saytından istifadə edərək onlayn növbənin necə götürüldüyünü addım-addım öyrənəcəyik. Sistemə daxil olmaq isə çox rahatdır. İstər asan imza, istər sima rəqəmsal imza, istər yeni nəsil şəxsiyyət vəsiqəsi, istərsə də istifadəçi kodu və şifrə parolunuzla şəxsi kabinetinizə saniyələr içində keçid edə bilərsiniz. Şəxsi kabinetinizə daxil olduqdan sonra sizə ən yaxın olan vergi orqanını reallaşdıracağınız işin növünü və ən əsası öz gününüzə, planınıza uyğun olan dəqiq vaxtı seçib növbənizi təsdiqləyirsiniz. Çox sadə. Növbəni götürdüyünüz vaxtdan 30 dəqiqə əvvəl aidiyyəti vergi orqanına yaxınlaşırsınız və vaxtınız tamam olan kimi heç bir növbə gözləmədən birbaşa qəbula daxil olursunuz. Vaxtınıza qənaət etmək və işinizi rəqəmsal idarə etmək üçün gəlin keçək ekrana və prosesi praktiki olaraq birlikdə edək. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Burada axtarış yerinə internet vergi yazırıq. İnternet vergi. İlk çıxan yazıya toxunuruq. Sol tərəfdə yuxarıda internet vergi idarəsi yazılan yerə toxunuruq. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Daxil ol. Baxırsınız. Həmin yazıya toxunuruq. Deməli, internet vergi idarəsinin şəxsi kabinetimizə daxil olmağın üsullarını baxırsınız. Ekranda asan imza, sima token, sima imza, şəxsiyyət vəsiqəsi, kod, parol, şifrə, yəni vergi orqanı tərəfindən verilən kod, parol, şifrə ilə öz new-taxes.gov.az şəxsi kabinetinizə daxil ola bilərsiniz. Mən deməli sima imza ilə şəxsi kabinetimə daxil olacağım. Sima imza yazılan yerə toxunuram. Sizdə ola bilər ki, yəni asan imza da ola bilər. Asan imza ilə daxil ola bilərsiniz. Ola bilər şəxsiyyət vəsiqəsi, ola bilər dediyim kimi kod, parol, şifrə. Yəni sizə uyğun hansıdırsa onunla öz şəxsi kabinetinizə daxil ola bilərsiniz. Sima imzaya toxunuram mən. Telefonumdan sima imza proqramını açıram. QR kodu oxuduram. Təsdiqləyirəm. Yenidən təsdiqləyirəm. Və deməli internet vergi idarəsi şəxsi kabinetimə anında daxil oldu. Burada sol tərəfdə aşağıda baxırsınız. Onlayn növbə. Sol tərəfdə aşağı isə də iki adam şəkli var. Baxırsınız, bu da onun üzərinə gələndə onlayn növbə görürsən. Onlayn növbə olan həmin yerə toxunursunuz. Növbəyə yazıl sağ tərəfdə yuxarıda. Həmin yazıya toxunursunuz. Deməli, qarşımıza xəritə çıxır. Xəritədə öz şəhər rayonunuza uyğun hansı vergi idarəsi varsa, həmin yeri deməli klik edirik. Klik edəndən sonra aşağı düşürük xidmət mərkəzi. Deməli, həmin sizin yaşadığınız şəhər rayon üzrə xidmət vergi orqanı sizə yaxın, yəni sizə yaxın vergi orqanı harada yerləşirsə, həmin vergi orqanını siyahıdan seçirsiniz. Bax, xidmət mərkəzində. Birinci növbədə yuxarıda xəritə üzərindən yaşadığınız ərazi üzrə vergi olan yerə, yəni toxunursunuz, klik edirsiniz. Ondan sonra aşağı düşürsünüz.
xidmət mərkəzini, yəni yaşadığınız ən yaxın xidmət mərkəzi hansıdırsa, onu klikləyərsiniz. Deməli, mən burada öz yaşadığım sahəyə uyğun yaxın yeri klikləyirəm və aşağı düşürük. Növbəti düyməsini sıxırıq. Növbəti düyməsini sıxandan sonra deməli sol tərəfdə baxırsınız. Xidmət növü olan yerə toxunursunuz. Hansı işlə əlaqədar onlayn növbəyə yazılmaq istəyirsinizsə, həmin işi deməli siyahıdan seçirsiniz. Məsəl üçün mən məlumat almaq seçirəm. Tarixi müəyyən etmək lazımdır. Yəni məsəl üçün bu günləri ayın 16-sı mən növbəti səhərə inşallah deməli növbə götürəcəm. Mən tarixi seçirəm 17/6/2026. Burada tarixdə çox var. Məsələn 18-i var, 19-u var. Maksimum 4 gün ərzində yəni sizə uyğun tarixi seçirsiniz. Məsələn mənə uyğun səhərdir. Və onun sağ tərəfində saat yazılan bölmədə hansı saatda deməli növbəyə yazılmaq istəyirsinizsə onlayn formada həmin saatı seçirsiniz. Sizə uyğun, yəni vergi orqanına yaxınlaşıb işinizi görməklə əlaqədar hansı saat sizə uyğundursa, həmin saatı seçirsiniz. Deməli, onun aşağı tərəfində müraciətin səbəbi, yəni hansı işlə əlaqədar onlayn növbə götürürsünüzsə, onunla əlaqədar deməli qısa mətn yazmalısınız burada, qısa mətn. Qeyd edilməlisiniz, nə ilə əlaqədar müraciət edirsiniz. Onu da yazandan sonra aşağıda deməli sənəd də əlavə edə bilərsiniz, əlavə etməyə də bilərsiniz, yəni vacib deyil. Əsas vacib olanları qeyd elədik. Xidmət növü, tarix, baxırsınız, vacib olanların qırağında qırmızı ulduz var. Yəni onlar mütləq həmin sahələr doldurulmalıdır. Xidmət növü, tarix, saat, müraciət səbəbi. Bunları əlavə etdik. Əgər əlavə sənədiniz varsa, onu da sənəd əlavə et bölməsindən deməli əlavə edə bilərsiniz sistemə. Yoxdursa problem yoxdur. Ora vacib deyil. Deməli, məlumatları doldurandan sonra növbəti düyməsini sıxırsınız. İndi burada mobil nömrəmizi daxil etməliyik. Mobil nömrəmizi bu hissəyə daxil etməliyik. Deməli, yazıldı ki, sifariş kodunu mobil nömrəyə göndər. Həmin yeri klikləyirik. Deməli, mobil nömrəmizə 6 rəqəmli kod gələcək. Vergi idarəsindən. Elektron növbə yazılıb həm mesaj bölməsinə. Elektron növbədən 6 rəqəmli kod gəldi. Kodu daxil edib təsdiq et düyməsini sıxırıq. Təsdiq et düyməsini sıxırıq. Baxırsınız, yazıldı onlayn növbə təsdiqləndi. Növbə barədə bildiriş şəxsi kabinetə məktub formasında, mobil telefonunuza isə SMS kimi göndərilmişdir. Deməli, vergi orqanlarına onlayn növbə götürməsinə əlaqədar videom bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.